Hər vaxtınız xeyir qardaşlar. Bax görürsüz. Qazaxdı qırmızı körpü. 3 gün bundan qabaq getmişəm buradan. Düzdür? Maşın boşdur. Azərbaycana girib boşdur bax bu maşın. Boş. Sırada bir dənə başqa dövlətin maşını yoxdur. Bax ancaq Azərbaycanlılardır. Boş maşındır. Bax görürsüz. Boş maşın. Şahin Bağırovada şikayət yazmaqdan, nə bilim nə yazmaqdan bezdik daha. Boş maşını indi göndərəcək bura renginə. 2 saatdə rengindən sonra sənət gözləyəcəm. 3 saat. Bax boş maşındır Şahin Bağırov. Gördüyün, bax bu da Azərbaycan maşınları. Niyə bir dənə gürcünü salmırsınız? Hani o gürcün konteynerləri vız-havız gəlib keçir buradan. Niyə salmırsınız qardaş? Nədir belə qənim ancaq Azərbaycan maşınına kəsilmişsiniz Dövlət Gömrük Komitəsində? Qutarın da bəsdirin adama nə qədər şikayət eləyərlər. Elə yapışıblar ki, istənilən nəqliyyat vasitəsi X-ray cihazına göndərə bilərlər. Boş maşını nəyə göndərsən? Bax mən indi buradan çıxacağam rengindən. 2 saatda burada yer axtaracağam. Yer axtaracağam maşın saxlamağa. 2 saatda sənət gözləyəcəm ki, terminaldan kimisə keyfi dombalacaq, bura sənət gətirəcək. Bəsdirin də, utanın da la, bu qədər yerli daşıyıcını şey eləmək olar, əzmək olar. Bəsdirin də la.